və böyük qan dövranı. Kiçik qan dövranını ağciyər qan dövranı kimi də görə bilərik. İkisi də eyni şeydir. Qan dövranında nə baş verir? Kiçik qan dövranı harda başlayıb, harda bitib bilən baxaq. Deməli, kiçik qan dövranı başlayır ürəyin sağ mədəciyindən. Ürəyin sağ mədəciyindən başladı. Kiçik qan dövranının vəzifəsi nədir? Qanı ağciyərə aparıb, venoz qanı ağciyərə aparıb, arterial qana çevirməkdir. Deməli, kiçik qan dövranı başladı sağ mədəcikdən. Sağ mədəcikdən qan hara vurulur? Hara vurulur? Ağciyər kötüyünə, ağciyər arteriyasına. Ağciyər arteriyalarına gəlir ağciyərlərə. Ağciyərlərə isə daxil olur ağciyər kapilyarlarına. Alveolların divarı bir qatlı epiteldən təşkil olunmuşdur. Kapilyarların da divarı bir qatlı epiteldən təşkil olunmuşdur.